Hər vaxtınız xeyirli olsun. Mərkəzə çox yaxın asfalt küçənin üzərində yerləşən belə bir paket qutuçalı dövlət ipotekasından yararlı həyət evi çəkib göstərirəm. Evin maşın üçün giriş qapısı yan tərəfdən, evin sağı solu və ön hissəsi boşdur. Mən sizə daxildən təqdimatı davam elətdirəcəm. Baxın, evin çöl görünüşü bu qaydada dəyərli dostlar. Giriş qapısı burada, uzaqdan idarə olunma sistemlə təchiz olunmuş şalüz qapı. Bu hissəyə bir maşın sərbəst şəkildə daxil ola biləcək. Digər hissəni isə besetka kimi yığa bilərsiniz. Əgər o qaydada olmasa 2 maşın sərbəst daxil ola bilər. O hissədə yaxşı bir besetka düzəldib, söhbətgah düzəldib əyləşmək mümkündür. Baxın, deməli kombo aparatının yeri orada quraşdırılacaq. Masazırda mərkəzə tam stora çox yaxın bir ərazidə yerləşir. Evin giriş hissəsi bu qaydadadır. Birinci mərtəbədə kermoqranit gördüyünüz hər bir yeri istipoldur, dəyərli dostlar. Solda yerləşir evin geniş mətbəx sahəsi. Deməli, 2 ədəd santexnik işi, 2 dəfə santexnik işi görülüb. Stipolla paralel olaraq radiator xətləri də çəkilib hazır vəziyyətdədir. Qaz xətti mətbəxə daxil edilib. Evin qiyməti 125 min manatdır. Öncədən vurğulayım sizin üçün. Solda mətbəx sahəsi, sağda isə zal hissə yerləşir. Buraya evin zal hissəsi, zalın və mətbəxin pəncərəsi evin öz həyətyanı sahəsinə baxır. Televiziya üçün stend, televiziyanın yeri, dekorlardan istifadə olunub. Kondisioner xətti gördüyünüz kimi hər biri qaydasındadır. Mərtəbə arası monolit betondur. İkinci mərtəbənin yekununda beton kəmər atılıb. Belə bir beton pilləkən mövcuddur burada. Buradan mən sizə sanuzeli göstərim. 4 otaqdan ibarətdir dəyərli dostlar. Masazırda tam storun arxa tərəfi hündür əla bir ərazidə yerləşir. Maşınla tam storun yanından bura bir dəqiqəlik yoldur, ancaq piyada çox qısa məsafədədir. Mən sizə indi eyvan sahəsindən göstərəndə izah edəcəm həmin vurğuladığım məqama. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə qalxdıqda sağda yerləşir. İkinci mərtəbənin sanuzeli, buranın sanuzeli olduqca böyükdür. Alt mərtəbədəkinin ardısı 2 dəfə böyük sanuzeli var. Təbii işıqlandırma üçün burada da ayna quraşdırılıb. Pəncərə qoyulub. Burada belə bir yataq otağı. Burada 3 ədəd yataq otağı var. Burada növbəti belə bir yataq otağı. Görürsünüz, gizli işıqlardan da istifadə olunub bu otaqda. Sadəcə günəş işığı var deyə çox hiss olunmur. Burada da gizli işıqlardan istifadə olunub. Qoşa kubiklə tikilib dəyərli dostlar. Buradan isə eyvan sahəsinə çıxış var. Baxın, Masazırda mərkəzdə bu Dream Park yaşayış kompleksidir. Bu qaydada götürsəz əgər 50 metrlik bir məsafədir. Sadəcə maşın yolu ilə biraz uzağa düşür. Maksimum 1 dəqiqəlik yoldur. Asfalt küçənin üzərində yerləşir. Yaxınlığında məktəbi, bağçası, yaşayış obyektləri, bütün növ ticarət mərkəzləri yerləşməkdədir. Qiymət 125 mindir, alıcılara endirim olunacaq. Evin və torpağın kupçası çıxarışı var. Dövlət ipotekası ayrılmış şəxslər müraciət edə bilər. Evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.